dostlar, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün növbəti videola qarşınızdayım arkadaşlar. Bugünkü videomuzun mahiyyəti nədir? Təbii ki, yatırımsız pul qazanmaqda möhtəşəm üsullar var həqiqətən, amma bu üsul isə tamam başqadır. Bu nə 1xbetdir, nə bilim çarxdır, nə bir necə deyim, heç nə deyil bu. Bu tamamen qanuni bir saytdır, tamamen qanuni bir platformadır. Hamınız buradan qazana biləcəksiniz. Təbii ki, yatırımsız da qazanmaq olur, amma az qazanırsınız. Düzdür, ilə yəni çox az çıxır da. Çox yox kimi bir şeydir. Ona görə də arkadaşlar göstərəcəm məlumat da verəcəm sizə. Yəni bu yatırım eləsəz həqiqətən aylıq maaşınız 17.000, 20.000 dollar saat qazana bilərsiniz. İndi sizə bəzi hesabları da göstərəcəm. Yatırım edən hesabları göstərəcəm, onların maaşını göstərəcəm, hesablayacağıq inşallah. Neyse arkadaşlar, sizdən istəyim bir dənə abunə olmaqdır. Hələ ki heç bir abunəm yoxdur, 4 abunəçim var. Onlar da öz tanışımdır, nə yalan deyim. Yəni heç kim bəyənmir, baxışlar olur, amma heç kim bəyənmir, bilmirəm niyə. Yəni indi keçsin mənim sevimli qardaşım, bacım, keçsinəm bir dənə bəyəni və bir də dəstək olundu. Ümumiyyətlə sizdən nə gedir ki arkadaşlar? Neyse arkadaşlar, keçək əsas mahiyyətə, hardadır sayt. Aşağıda qoyduğum linkə daxil olursunuz arkadaşlar. Sizi atacaq belə bir yerə. Bir dəqiqə. Belə bir yerə atacaqsınız, gözləyin. Bax, bura girəsiniz. Qeydiyyat. Siz indi buradan qeydiyyat seçməlisiniz. Qeydiyyatda nə edirsiniz arkadaşlar? Öz adınızı yazmayın. Bir dənə qəribə ad yazın. Məsələn, King. Yəni fərqi yoxdur. Öz adınızı da yazabilirsiniz. Amma çox güman ki, sizin adınızdan keçən olub artıq. Error verə bilər. King 099 01 belə bir şey. Emaili məsələn yazın. Öz emailinizi yazın. Şifrə də öz istəyinizə uyğun bir şifrə yazın. Şifrəni də təkrar yazın. Qeydiyyatdan keçin. Mənim öz hesabım olduğu üçün daxil oluram. Öz hesabımı sizə göstərəcəm ətraflı bir şəkildə. Burada şifrə giriş. Arkadaşlar, sizi deməli bura bir dənə bina gələcək aşağı tərəflərdə. Aşağı tərəflərdə bir dənə bina gələcək. Giriş edəndən sonra qeydiyyatdan sonra oradan bura bir dənə istədiyiniz yerə yerləşdirirsiniz binanı. Sonra gördüyünüz kimi elə hər dəqiqə bu yığır mənim üçün pul. Hər dəqiqə. Mən sizin sabah girsəm bura 5 qəpik, 6 qəpik yığılacaq. Hər gün 10 qəpik yığır. Azərbaycan manatı ilə 10, belə isə dollarla isə 6, 5. 0,5 dollar qazanır gündə. Arkadaşlar, amma bura yatırım eləsəz, sizin aylıq maaşınız bilirsiniz nə qədər olacaq. Arkadaşlar, bura girdikdən sonra əlavə olaraq bir dənə də bina ala bilərsiniz. Şəhərlərə giririk arkadaşlar, şəhərlər yox, binalara. Marketə gəlirik. Əlavə məlumat verim. 2 dollarlıq bu bina var ya, ətraflı. Baxın bu. Bunu siz havaya qazana bilərsiniz. Gəlirsiniz bura. Buradan bonus sözü var. Bonusa tıklayırsınız arkadaşlar. Bonus. Telegramı qoşuna tıklayırsınız. Sonra bot gələcək. Botda start verirsiniz. Bot sizi yönləndirir. Yenidən burası və sizə bir dənə ağac bura gəlir. Ağacdan enirsiniz, yerləşdirirsiniz bura. İndi çıxın o birisi hesabıma girim, davam edik. Çünki o birisi hesabımda almışam. Belə artıq bu ağacı yerləşdirmişəm bura. Gördüyünüz kimi belə artıq qoya bilərsiniz. Burada artıq 0,4 bizim pulla nedir? 60-70 qəpik. Arkadaşlar, buradan gəlirsiniz şəhərlər marketə. Marketdə sizə indi məlumat verirəm. Bu taksi 3 eurodur. 0 dəqiqəsi nə bilim nə qədərdir. İlə çıxır 12 euro. Bu çıxır, ilə çıxır 7 euro. İlə ha. Bu 12. Bu 21. Bu 10 dollarlıq bina 43. İlindən söhbət gedir ha. Ayını istəyirsiniz deyim. Ay bu 9.24, ay 10 euro qazan 10
bağışlayın. 10 dollar kazanır. 25 dolarlık bina aya 10 dollar kazanır. Bu 50 dolarlık bina aya 20 dolar kazanır. Bəli arkadaşlar. Sonra buradan 75 dolarlık bina aya 30 dolar kazanır. Sonra buradan 100 dolarlık bina 100 yeniden 100 dolarlık bina 40 dolar aylık kazanır. Sonra bu 250 dolarlık bina aya kazanır 102 dolar, ama size en aşağı düşürüm arkadaşlar. Bu ikisini göstereyim. Bu 1000 dolarlık bina aya 430 dolar kazanır. Bu 2000 dolarlık bina aya 881 dolar kazanır. İndi siz bura 2000 dolar yatırım eləyəsəz, yatırım eləyəndən sonra bundan bir dənə alsaz, aylıq evdə oturup heç nə eləmədən, baxın, heç nə eləmədən siz aya 900 dolar kazanacaqsınız. Təsəvvür edin, bu nə böyük şeydir. Yatırım eləməlisiniz 2000 dolarla binanı almaq üçün. Buradan artıq arkadaşlar necə yatırım edəcəksiniz bura? Depozitə giririk arkadaşlar. Depozit bölməsindən burada məbləği daxil edirik. Məbləği 500 edirik. Hər 500 daxil olun bura. Çox tez eləməyin, 1-2 gündən bir edin. Tələsməyin. 500 eləyin. Amma çox güvənilir saytdır. Həqiqətən verir pulu. Düzdür, mən kasıb adamım, məndə indi pul hardadır, hesabım hardadır, uşaq adamım, 16 yaşım var. Amma başlamışam da, hesab açmışam yenə də. Eymon Valterlə inşallah mən də bura pul götürəcəm bir gün. Məsələn, Eymona buradan çıxara bilirsiniz. Eymon hesabınıza 500 manat. Məbləği daxil edirsiniz, doldurursunuz, fiso, getdi. Çox sadədir burada pul doldurmaq. Pul əlavə eləmək hesaba. Sonra arkadaşlar çıxarış gedə bilirsiniz. Məsələn, bura yığıldı 900 manatda 2000 euroluq binanı almışsınız. Hər gün 30 dolar üçün aid oradan gəlir əldə edirsiniz. 45 manat başlayır o. Gündə 45 manatı çıxara bilirsiniz. Buradan EMO-nu basırsınız. Öz EMO hesabınızı çıxarış məbləği 30 dolar, 20 dolar vurun. Cüzdan nömrəsi məsələn məndə budur. Çıxarmaq basırsınız arkadaşlar. Məndə indi 0,4 eurodur. Kasıb adamım, yenə deyirəm. Всё. Çıxarış da belədir. Referallar isə məsələn indi buradakı mənim saytıma görə məndən daxil olmuşsa, mənə nə bilim, güya pul gələcək, bilmirəm. Çox güman ki, gəlməyəcək. Çünki heç pulum yoxdur məndə. Sonra axtarış bölməsində arkadaşlar sizə bəzilərini göstərim. Kafaları göstərim birinci. Allah aşkına dən kafaların binasına baxın. Allah aşkına kafaların binasına baxın ya Rəbbim. Bu nə gözəllikdir ha. Bunlar nə qədər qazanır buradan Allah bilər. Bunlar aylıq maaşı bəlkə də 20.000 dollardır, nə edədir. Abartmayayım, 10.000 dollardan çox olar aylıq maaşı. Möhtəşəmdirlər, möhtəşəm. Kefdədirlər. Bura siz nə qədər yatırım ediblər. İndi 30.000 dollar, 40.000 dollar yatırım ediblər. Arkadaşlar, indi sizə bəzilərini göstərim. Bizim özümüzki olan, təbii ki, öz çox sevdiyim Zevsin binası. Zevsin binasına baxın. Onların yanında heç nədir. Amma qardaşımız dünənləri bir dənə video paylaşdı. O video, bu şeydə dünən aldı. YouTube'da paylaşıb. Neysə, bu hesab da möhtəşəmdir. Zevs buradan baxacaqsa yəqin mənə, öpürəm onu. Canavar da canavar. Neysə, ondan şey eləmirəm. Sonra heç kim yoxdur da, yəqin ki, mənim tanıdıqlarımdan buradan bunlardır. Zevsə bir də baxaq. Johnny'yə baxaq, Johnny. Johnny canavar, onun qardaşıdır. Johnny'nin binasını görürsünüz də yəqin. Pis deyil, yəni mənimkindən qat-qat yaxşıdır. Amma Zevsdən də qat-qat pisdir. Məndən isə qat-qat yaxşıdır. Neysə, cibinə bərəkət deyək və keçək. So, referallar, axtarış keçdi, əməliyyatlar.
Məndə əməliyyat bu dəqiqə yoxdur və bu 500 euro göstərir, mənə çatmır, nə vaxt oldu. Bayaq girmişdim ora, sadəcə məndə kartımda pul yox idi. Bu necə gəldi? Emal olunur özü yazıb. Amma çox güman ki, yoxdur. Çünki kartım yox, bir şey yox. Emal hesabımda da 2 qəpik varsa, yoxsa o da bilmir. Bu qədər arkadaşlar. Sonra arkadaşlar əməliyyat tənzimləmələrə girək. Tənzimləmələrdə öz biraz adınızı, profilinizi görürsünüz, gemalinizi görürsünüz. Profil şəklini də dəyişə bilirsiniz. Kömək çıxış, kömək. Buradan kömək üçün əlavə məlumat verə bilərlər. Sağ buradan. Baxın, bu dəqiqə indi statistikamıza baxaq. Bu hal-hazırda aktiv oyuncular 342.000K-dır. 342.000K. Telegram icması isə 104.000K. Görün bu şirkət nə canavar şirkətdir. Oyuncular tərəfindən çıxarılıb 1,7 milyon dollar. Bu bilirsiniz nədir? Böyük bir, həqiqətən bu. Baxın, yanvar 2026-dan 3D görünüşünə sahib olacaq, daha maraqlı olacaq. Bəli, real biznes daha maraqlı olacaq. iOS və Android üçün mobil tətbiqin hazırlanması da olacaq. Bəli, mobil tətbiq artıq hazırlanacaq. Gələcək, oyuncuların şəhərlər arasında qlobal iqtisadi sistem gələcək. Artıq o şəhərlər arasında pul alveri baş verəcək. Şəhərimizi baxmaq üçün ağır texnologiyaların tətbiqi, 20+ dil dəstəyi ilə beynəlxalq bazara genişlənmə, oyuncuların aktivlərini qorumaq üçün blockchain texnologiyalarla inteqrasiya. Bilmirəm də o nə deməkdir. Səyahətini başlamaq xəyalındakı metropolu qur. Neyse arkadaşlar, mən artıq girmişəm, ehtiyac yoxdur yenidən giriş eləməyə. Möhtəşəmdir. Daha siz bundan başqa nə istəyirsiniz arkadaşlar? Möhtəşəmdir. İndi siz üçün əlavə məlumat verməyə ehtiyacı yoxdur. Təbii ki, möhtəşəm bir video alındı məncə. Siz də abunə olub, bəyənin. Vəsə. Çox sağ olun arkadaşlar. Təşəkkür edirəm indiyə qədər izlədiyiniz üçün. Abunə olub bəyənməyi unutmayın. Xahiş edirəm. Mənəm Türk, önümə gələn hürk.